yenə Nərgiz Nəcəfinin 6666 testindən paylaşıram. Baxın. Deməli, keçən dəfəki testlərin birində mən sizin üçün orada düstur demişdim. Deməli, hansı şəkildə olur? Deməli, sual sözləri silək daha doğrusu olur, ola da bilər, olmaya da bilər. Deməli, sual sözü üstə gəlməsi. Deməli, köməkçi feil plus mübtəda plus əsas feil, yəni xəbər. Aha. Deməli, baxaq. Digərlərinə baxırıq. Hansı deməli, who'dur, bir də what'dur, özündən sonra birbaşa feil gələ bilir və hansı ki, isimlə işlənə bilir. Yəni, which olsun, whose olsun. Bu da yanına birbaşa deməli, xəbəri ala bilir. A bəndinə deməli, baxırıq. Who helped you with the book qalsın. Whom you help, burada düstur pozulub. Baxın, burada köməkçi feil yoxdur. B bəndi gedir. Whom did you help? Didlə idi olmaz. C bəndə gedir. Does'la helps olmaz. D bəndi gedər. Didlə yenə help yan yana gəlməz. Həm də orada deməli, ümumiyyətlə burada baxaq. Who help, olmaz. Didlə help yan yana olmaz. Ya birbaşa help gəlməlidir who'dan sonra, ya da mübtədə olmalıdır arada. G bəndə gedər. Cavabımız A variantı. Digərinə baxırıq. Who told you about the accident? Burada dediyim kimi, baxın, buranı qeyd eləmədim. Who'dan sonra help gəldi. Deməli, who'dan sonra help gələ bilər. Çünki birbaşa xəbər gələ bilir. Deməli, digərlərinə baxırıq. Who told you about the accident? Who'dan sonra told düzgündür. Deməli, who did told bu ola bilməz. Didlə told yan yana işlənənməz. Whom did you tell about the accident? Bu qalsın. Deməli. Whom you told about the accident? Baxın, burada yenə köməkçi feilimiz 4-də yoxdur. Çıxırıq. Deməli. Whom did you told? Didlə told yenə eyni cümlədə işlənənməz. Deməli, düzgün cavab variantımız oldu. Baxaq, 1 və 3. B variantı. Deməli, who did call James 5 minutes ago? Baxırıq, burada didlə call yan yana işlənə bilməz. Who called James 5 minutes ago? 2 olur. Whom James ola bilməz, köməkçi feil yoxdur. Whom did James call? Yenə didlə idi eyni cümlədə işlənənməz getdi. Baxın, deməli, bu səhvdir, 2 düzüydü. Bu da səhv idi. Whom did James call? Bu ola bilər. Kimə zəng vurdu? Düzgün cavab variantımız oldu. Deməli, 2 və 5. C variantı. Deməli, when he did, yenə when sonra mübtədə olmamalıdır. Köməkçi feil olmalı. A gedər, B gedər. When the law, bu da ola bilməz. Deməli, who discovered, who did the law of gravity ilə id eyni cümlədə olmaz. D variantı düzgün cavab. Who translated this articles? Baxırsınız, who'dan sonra translated düzdür. Feil gələ bilər. Who'dan sonra, what'dan sonra. Who did translated olmaz. Who does articles were translated olmaz. Who were these articles translated var? Deməli, 2 olur, bir də 4 olur. Bir dəqiqə düzgününə baxın. Yox, cavabı səhv dedim. Deməli, 1 olur, bir də 4 olur. G variantı düzgün cavab variantımızdır. Burada da görürsünüz, baxın, were-lə idi, bu məhsul növləri cümlə. Ona görə bu məqalələr tərcümə olunub. Baxın, bu cür sizə şübhə yarananda çevirin. Tutaq ki, bu şəkildə. Sual cümləsi daxil, bu önə keçibdir də. These articles were translated by. Yəni, were articlesdan sonra keçsəm, görürəm ki, normal məhsul cümlədir bu. Baxırıq digərlərinə. Deməli, baxaq. Who'dan sonra mübtədə gələ bilməz. Who were the... bu yenə məhsul cümlədir, 2 düzdür. Who'dan sonra birbaşa xəbər gələ bilər, amma birbaşa mübtədə gələ bilməz. Bu gedər. Who invited representative 4 düzgün cavabdır. Deməli, düzgün cavab variantı 2 və 4. Who gave a present to Philip? Bu düzdür. Who did gave ola bilməz. Didlə feil yan yana gələ bilməz. Ya did mübtəda sonra feil olmalıdır. Deməli, ya da ki, who'dan sonra birbaşa ilə xəbər verilməli. Gave tutaq ki, verilməlidir. Whom did Philip give? 3 düzdür. Whomdan sonra yox. Who və what'dan sonra birbaşa xəbər gələ bilər. Who did Philip give a present to? 5-də deməli. Baxırıq. Deməli, buradan, düzgün cavab variantıdır. Deməli, düzgün cavabımız oldu 1, 3 və 5. A variantı. Bəzən ola bilər ki, tələsik deyəndə düzgün izah edeyim, cavabı səhv deyim.
və yaxud da ki, əks ola bilər. Yəni o zaman şərh bölməsinə bəzən bildirirsiniz. Yəni o mexaniki səhvlər olanda siz özünüz də istəyirsiniz ki, məsələn, tutaq ki, mən 10 test izah eləmişəm, 6-sı ona oxşardı. Götürüb onda düzgün cavab vermişəm. Digər ola bilməz də belə bir şey. Yəni digərlərini düz deyim, amma tutaq ki, birini səhv deyim. Yəni olur, mexaniki səhv gedə bilər. Aha, baxırsınız. Whom introduced Henry his cousin? Baxın, whomdan sonra birbaşa xəbər gələ bilmir. Who did introduce və hansı mövzularda deməli çətinliyiniz varsa onu şərh bölməsinə qeyd edirsiniz. Mən həmin bölməni sizə dərs izahını verirəm, video izahını və yaxud da ki, test şəklində testlər üzərində onu izah edirəm. Bu testin üzərində də izah elədiklərimdən hansısa qaranlıq qalsa deyirsiniz, mən yenidən onları qeyd edirəm. Who did introduce his cousin to Henry? Diddən sonra id olmaz, bu da gedir. Baxaq. Aha. Baxırıq. Who introduced his cousin to Henry? Aha, bu ola bilər. Who did Henry introduce? 4 və düzdür. Baxın, birində birbaşa xəbər gəlib, birində də bildiyimiz normal struktur. Baxın, köməkçi sual sözü, köməkçi feil, mübtəda xəbər. Deməli, düzgün cavab variantımız oldu 3-dür. Who complains to the manager? Ah, bu düzdür. Mübtəda gələ bilməz. Köməkçi feildən sonra xəbər, daha doğrusu sual sözündən sonra, who'dan what'dan sonra feil gələ bilər, amma mübtəda yox. Who does complain ola bilməz, çünki does köməkçi feil, complain əsas feil. Onlar yan-yana gələ bilmir. Strukturu mən sizə dedim necə olur. Ya who'dan sonra birbaşa feil verin, ya da köməkçi feil, mübtəda sonra feil verin. Who does the manager complain to? Bu düzdür. Who does the manager complains to? Bu da ola bilməz, does-dan s işlənə bilmir. 1 və 4 olur düzgün cavabımız. Deməli də does listen to, does-dan listen yan-yana gələ bilməz. Əsas feil və köməkçi feil ümumiyyətlə yadınızda saxlayın, yan-yana gələ bilmir. Who does the actor? Deməli listen. Bir dəqiqə bu listens deyil, burası təmizliyim, görə bilmirəm tam. Deməli, baxaq, aha. Deməli, dedim ki, birinci cümlə səhvdir, ikinci cümlə düzdür, üçüncü cümlə. Who the doctor ola bilməz, mübtəda gələ bilməz. Who listens to the doctor, 4 də deməli düzdür. 5-də də s-ilə listens ola bilmir, bu da düzdür. Deməli, düzgün cavab variantımız bizim oldu 2 və deməli, baxaq. Baxın, gördünüz, burada yenə elə qoymuşam ki, pilosları. Baxın, bilinmir. Burada düzgün cavabımız oldu, deməli, 2. Baxırıq, 2 və deməli, 4. 2 və 4 bizim düzgün cavab variantımız. Who Oliver, deməli, borrowed money from, gələ bilməz, buradan sonra mübtəda. Who'dan sonra feil gələ bilər, düzdür. Who Oliver did, who'dan sonra mübtəda gələ bilməz. Burada bildiyimiz bizim normal düsturumuz 4. Deməli, düzgün cavab olur 2 və 4. Baxın, whom did Daniel sew in the museum? Did-ilə sew bir yerdə işlənməz, çünki sew keçmiş zaman feildir. Gəldi burada, whom did Daniel see in the museum? Bu düzdür. Who sew, bu da düzdür. Who Daniel sew ola bilməz. Who did see ola bilməz. Köməkçi feilinə əsas feil yan-yana gələ bilməz. Sual sözlərindən sonra birbaşa mübtəda verilə bilməz. Ona görə who-nun yanında Daniel olmaz və dedim nələr olur və dəfələrlə təkrarlayıram. Who-dan sonra ya birbaşa feil verin, ya da bizim bildiyimiz normal düsturu yazın. Who, köməkçi feil, sonra mübtəda, sonra xəbər. 2 dənə xəbərin arasında, yəni daha doğrusu feilin arasında, əsas feil və köməkçi feilin arasında bir dənə mübtəda olmalıdır. Bizim düsturumuza görə. Deməli, bizim cavab variantımız oldu 2 və deməli 3. Baxaq digərlərinə. Deməli, baxın. Daniel'ı verdik. Aha. Who showed you the way to the station? Baxın, bu olacaq. Çünki birbaşa feil gəlibdir. Who did show you the way? Bu didn't show bir yerdə gəlməz. Who you showed the way to the station? Xəbər mübtəda da gələ bilməz. Whom snowed, whomdan sonra birbaşa feil gələ bilmir. What'dan bir də who'dan sonra. Whom did you show the way to the station? Ola bilmir. Hə, bu olacaq, düzdür. Whom did you show the way? Bu da olanmaz. Çünki didlə idi bir yerdə işlənməz. Düzgün cavab variantımız oldu. Deməli, 1 və 5. Who gave you the drink? Bu düzdür. Who did give? Didlə feil bir yerdə işlənməz. Didlə gave
Gave keçmiş zaman feilidir. Baxın, burada ortada mübtəda var. Burada give versəydi düz idi. Amma burada ümumiyyətlə ikincisidə mübtəda yox. Getdi. Whom gave you the ring? Bu getdi. Deməli, düzgün cavab variantımız whom. 5 də düzdür. 1 olacaq, bir də bizə 5 olacaq. Baxaq digərlərinə. Deməli. Who accepted the invitation? Bu düzdür. Who did accept it? Olmaz. Who was accepted the invitation by? Olmaz. Əgər məhsul növdədirsə, bizim cümləmiz məhsul növdədirsə. Baxın, burada deməli, ortada mübtəda yazılmalıdır, sonra accepted ilə was burada parçalanmalı idi. Burada cümlənin tipindən də asılıdır. Baxın, dördüncü, əslində, bütün sual, belə deyim, variantları, verilən rəqəmləri yoxlasanız, orada görərsiniz. Baxın, 4-də eyni şeyi təkrarən veribdir. Who was the invitation accepted? Və görürsünüz, 3-də was accepted, burada da was the invitation accepted. Deməli, bunlardan biri düz ola bilər də, hər ikisini düz götürə bilmərik ki. Bunlardan biri düz olacaq deyə, deməli, bizim 4 düzgün cavabımız. Çünki burada dediyim kimi, cümlənin tipi elədir ki, kim, deməli, qəbul olundu, verə bilmərik. Burada dəvətin qəbul olunub olunmamağı bildirir. Bizə ona görə burada invitation accepted olmalı idi. Was invitation accepted. Deməli, ona görə burada bizim düzgün cavabımız deməli, baxın, olacaqdır 1-1-də 4. Who was the problem discussed by? Who was the problem discussed? Bu düzdür. Görürsünüz, deməli, köməkçi feili verib, sonra problemi ortada yazıb, məhsul növdədir cümlələrimiz. 2-də yenə eyni şey, was discussed the problem by. Deməli, baxın, bu belə olmayacaq. Çünki bir dənə cümləyə baxın, 2-ni belə veribdir. Tutaq ki, burada the problem was discussed. Dedik də, bir düzgün olduğuna görə 2-ni götürə bilmərik. Who discussed the problem? 3 düzdür. 4 düz deyil, mübtəda gələ bilməz. Düzgün cavab variantımız 1 və 3. Əgər qaranlıq qalsa, bu sual tipləri şərhlərdə qeyd edin. Yenidən ona aid ayrıca bir video izah çəkin. Who congratulated you on passing the exam? Baxın, bu düzdür. Who did congratulate? 2 feil yan-yana olamaz. Getdi. Whom did you congratulate? Düzdür. Whom you ola bilməz. Deməli, 1 və 3 düzgün cavabımız. The correct variant deməli, he invented the radio. Bu düzdür. Who did invented ola bilməz. Who was already invented. Baxın, görürsünüz, məhsul növdür. Deməli, radio ixtira olunub. Aha, deməli, 4 ola bilməz. Dediyim gibi, burada məhsul tipli cümlələrdə fikir verin. Fikir verin ki, deməli, orada cümlənin tipindən asılı olaraq tam, deməli, daxil olmalıdır. Was ilə inventedin arasında bir söz olmalıdır. Və yaxud yuxarıdakı kimi was acceptedin arasında bir söz olmalıdır. Dediyim kimi, aydın olmasa qeyd edərsiniz şərhlərdə. Baxırsınız, əlavə olaraq. Bir dəqiqə. Aha. Deməli, buradan. Aha. Who was America discovered by? Bu düzdür. Who discovered America? Bu da düzdür. Who did discover? Didlə feil yan-yana olmaz. Who birbaşa mübtəda gələ bilməz. Deməli, düzgün cavab variantımız 1 və 2. Who has been explained? Deməli, burada rule ortaya keçməli idi. Bu gedir. Deməli, has the rule been explained by? Baxın, bir dənə 21-ə mən dönüş edirəm. Burada düzgün cavab variantına baxın. 4, burada bir düzdür. Has painted. Who has the fence been painted by? Bu düzdür. Bu düzdür. 3, 2 düz. Who has been the fence painted by? Olmaz. Who has been painted the fence by da olmaz. Düzgün cavab 1, 2'dir. Amma burada ona uyğun bir şey görmürəm. Baxın. Who has explained the rule? 4 düzdür. Baxın, 4 düzgündür. Əgər 4 düzgündürsə, burada ya 3, 4, 2, 4, 1, 4. Baxaq. 1 ümumiyyətlə çıxmışıq. 1 ola bilməz. 4 düzdür. Onda 1, 4 variantı gedər. 2, 3 silək. 1, 3'ü silək. 2, 4. Has been the rule explained by olmayacaq. Has the rule explained by olacaq. Bu da gedər. Sualın özündə mən nəsə burada problem gördüm. Bu qalsın. Aha.
Deməli, burada ümumiyyətlə düzgün cavab yoxdur. Dediyim kimi, burada aşağıda görürsünüz, düzgün cavab verib. Has the fence been painted by? Amma burada elə bir variant yoxdur. Burada da olmalıdır. Has the rule been explained by? Yəqin ki, üçü nəzərdə tutublar burada. Səhv gedib, nədirsə. Amma burada yoxdur düzgün cavab. Gəldik digərinə. Who has corrected mistakes? Gözümə dəydi, bu düzdür. Who have been corrected the mistakes by? Səhvlər düzəldildi. Ola bilməz bu. Who have been the mistakes? Have the, deməli, mistakes been correct. Baxın, burada 3 də düzdür. Ona görə də, deməli, 3 və 4 düzgün cavab variantımızdır. Belə qərara gəldik ki, yuxarıda düzgün cavab variantı yoxdur. Çünki buna oxşar heç bir cavab yoxdur. Bunlara oxşar. Deməli, gəldik digərinə. Who is waiting for Kate? Kate kim, deməli, kim Kate gözləyir? Aha, baxın, bu getdi. Who is Kate waiting for? Aha, Kate kimi gözləyir. Yaxşı, bu da düz olsun. Who is waiting Kate for? Who Kate is waiting for? Bu ümumiyyətlə səhvdir. Baxırıq, deməli buna. Who is waiting for Kate? Kim Kate'i gözləyir? Bir də ola bilər ki, Kate kimi gözləyir. Baxın. Bu düzdür. Who is Kate waiting for? Mübtəda, köməkçi fiil, sual sözü, deməli köməkçi fiil, mübtəda, xəbər. Deməli, bu da düzdür. Bu səhvdir. Who's waiting? Baxın, veribdir. Mübtəda, köməkçi fiil, sonra birbaşa xəbər. Xəbəri belə verə bilmək parçalanmalıydı. Ona görə də deməli olacaq bizim düzgün cavab variantımız 1 və 2. D variantı. Who's dancing with Michael? Michael'la kim rəqs eləyir? Who is Michael dancing with? Michael kiminlə rəqs eləyir? Bu ola bilməz. Birbaşa mübtəda gələ bilməz. Who does Michael dance with? Kiminlə rəqs eləyir? Yenə bu da deməli sadə zamandadır. Who dances with Michael? Yenə sadə zamandadır. Ola bilər. Bir dəqiqə. Aha, ola bilər. Bu olar. Sonra who does dance with? Who ilə does-la təzədən başqa bir fiil gələ bilməz. Bu da ola bilməz. S-lə does ola bilməz. Deməli düzgün cavab variantımız oldu 4 dənəsi. Deməli ikisi davam edici zamanda, ikisi də indiki sadə zamanda. Birində deyir ki, Michael kiminlə rəqs edir, deyir ki, kim Michael'la rəqs edir. 4 ədədi düzgün cavab oldu. Who asked you a difficult question? Bu düzdür. Who did? Didn't ask yan yana olmaz. Doesn't ask yan yana olmaz. Mübtəda gələ bilməz bundan sonra. Who were you asked a difficult questions? Burada baydı olmalıdır. Bir dəqiqə baxım varmı? Aha. Dedik deməli bu düzdür. Bu səhvdir. Bu səhvdir. Who? You ola bilməz səhvdir. Who were you asked? Bu düzdür. Who were asked you a difficult question by? Aha, deməli bizim düzgün cavab variantımız olacaq. Deməli 1, 5. Burada who were asked you, kim soruşuldu olacaq onda. Bu tamam ümumiyyətlə yenə məhsul növün səhv cümləsidir. Səhv verilən cümlədir yəni. Aha, baxırıq. Who are invited you? Bu səhvdir. Who are you invited? Bu olacaq. Who you are ola bilməz. Who does invite yan yana gələ bilməz. Who did invite yan yana gələ bilməz. Who invites you olar. 6. 2 və deməli 6 bizim düzgün cavab variantımızdır. Who did he won the singing competition? Aha, baxırıq. Didn't won ola bilməz. Win olar. Win-dən sonra mübtəda gəlməz. When-dən sonra birbaşa xəbər gəlməz. Didn't won işlənməz. Who won ola bilər. Buradan sonra gələn xəbər keçmiş zamanda da ola bilər, davam edici zamanda da ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. Yəni bizə əsas olan orada xəbərin gəlməsi. Didn't attended ola bilməz. How many people attended? Bunu nəzərdə tuturdum. Hansılar ki isimlə işlənə bilər, onlardan da sonra birbaşa xəbər gələ bilər. Yəni how many, how much, which, whose. Burada verib görürüz. How many people attended verib. Bu ola bilər.
Deməli, how many people did attend ola bilməz. When did many people attend? Did-lə attended ola bilməz. Düzgün cavab variantımız olacaq deməli 2 və 3. Baxırıq. Deməli, who studies foreign language? Who does studies foreign language? Bu. Düzdür. Bu ola bilməz. Doesn't studies yan yana gələ bilməz. How many students study? Bu düzdür. How many did study ola bilməz. Didn't study də ola bilməz. 5 də səhvdir. 1-3 bizim düzgün variantımızdır. How many people, baxaq. How many people the concert do ilə attend yan yana gələ bilməz. Did attended yan yana gələ bilməz. Attend ola bilər, çünki isimlə işlənə bilənlərdən sonra birbaşa xəbər verə bilirik. How many people, yəni how many isim. Attended gələ bilər, yəni keçmiş zamanda verilə bilər də. Demişik ki, birbaşa sual sözlərindən sonra xəbər gələndə xəbərin zamanının fərqi yoxdur. 3 və 4 bizim düzgün variantımızdır.